Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugünkü videomuzda sizlər üçün OTK keçid ümumi sınaq imtahanından sual izahları olacaq. Deməli, 11.05.2025 və uşaqlar 11-ci sinif 4-cü qrupdur. Görə nə tip suallar gözləyir. Video keçməmişdən əvvəl bir iki məqamı qeyd edim, davam edəcəyik. Deməli, uşaqlar, biz artıq birinci cəhd imtahanına da bir şey qalmayıb. Biz inşallah birinci cəhd imtahanından həmən sonra ayın 5-dən başlayaraq ikinci cəhd imtahanına qeydiyyat aparacağıq inşallah. Dördüncü qruplara ayrı olmalı təbii ki. Mövzu bir də proqram baxacağıq. Tam sıfırdan bir də baxacağıq. Hər bir şeyi analiz edəcəyik. Mövzu qəbullardır, modellərdir, mənim öz hazırladığım suallardır və s. və ilaxırda nə qədər varsa, onsuz zaten mən indi hazırlaşan uşaqlar bunu görürlər. Və uşaqlar, bir də ki, inşallah növbət tədris ili üçün də təbii ki, bizim artıq qruplarımız var. Qeydiyyat elindən başlayıb buyurub qoşula bilərsiniz. Aşağı siniflər, 10-cu sinif, 9-cu siniflər və yaxud da ki, bu il 11-ci sinif olanlar da buyurub müraciət edə bilərlər. Deməli, uşaqlar, əyani şəkildə neftçilər verməyən var da, bir də onlayn şəkildə bir sıralıqlar mövcuddur ki, bunları deyim ki, çünki məndən hər dəfə soruşursunuz əllərdə, ona görə mən bunu əvvəldən qeyd edirəm ki, artıq biləsiniz. Deməli, başlayaq 31-ci sualda. X qram natrium H, Y qram suda həll edilir və 2 qram da burada hidrogen uçur. Deməli, mən nə edirəm? İlk öncə natrium H üzərinə gəlinsin su, burada nə alınır? Natrium OH və hidrogen qazı alınır. Uşaqlar, burada 2, onsuz da əmsalar düzdür, hə. 2 qram hidrogen qazı burada alınanda natrium H nəməli 20, bu da bir 24 qramdır. Deməli, bizim X-imiz oldu 24 qram. Uşaqlar, bu sual çox qəşəng sual əslində qalanda. 24 qramı biz natrium H-ı suya tökən zaman məhlulun kütləsi 24 plus Y olmur. Yəni, məhlulun kütləsi bunların cəminə bərabər olmur. Səbəb, buradan hidrogen qazı uçur. Yəni, sənin məhlulun kütləsi 24 plus Y minus 2. Yəni, 22 plus Y olacaq məhlulun kütləsi. Təbii ki, natrium H suya tökən sonra natrium OH alınır. 24 qramda nə qədər alınır? Natrium OH nə qədərdir? 40 demir. Vəssalam. 40 qram natrium OH alınır və onun faizi nə qədərdir? 20-dir. 20-ni nəyə bölürəm? Daha üzrüstəm 20 yox, həll olan bölünsün ümumi. 40 bölünsün, nə qədərdir? 22 üstə gəlinsin, Y vurulsun 100, bərabərdir 20 olacaq. İxtisar işlər aparsam bu bir dəfə, 5 dəfə, 5-i 4-ə vurdum 200, 22 üstə Y bərabərdir 200, buna Y ilə bərabərdir 178. Yəni cavabımız olacaq, bu A oldu, bu B, bu C, bu D, B. Cavabımız oldu C variantı 31-ci sualda. Davam edək digər sualla. Görək digər sualımızda söhbət nədən gedir? Digər suala baxaq. İkinci sualda görək, 32-ci sualda. Hansı reaksiyalarda X maddəsi dəmirdir? Uşaqlar, dəmir bilirik ki, H-lor məhlul reaksiya edəndə, bəli, ferin fluor2 və H2 alınır. Doğrudur birincisi. Uşaqlar, dəmir sinki çıxaramaz. Metalların fəallı sırasında sink dəmirdən qabaqdır. Yəni, bunu çıxaramaz. Bu yalandır. X burada ferium olamaz. Uşaqlar, çünki dəmir əgər qələvi məhlul reaksiya daxil ola bilsə, bu amfoter metallardır. Berilyum, sink, alüminium, qalay quruluşundur. Məsələn, sinkdir bu, məsələn. Natrium 2, sink O2 və hidrogen alır. Alüminium daha doğrusu verirsən, bu alüminiumdur. Natrium, alüminium O2. Deməli, bu da yalandır. Təbii ki, biz bilirik ki, dəmir ortaq bir metal. Dəmir ortaq bir metal olma görə nitrat duruşundan dəmir 3 fəaliyyətdə duzu, NO, bir də nə alınır? Su alınır. Yəni, bu da nədir? Doğrudur. Testimizin özü bu fikir və temperatur. Çünki dəmir formalinidir ki, adi şərət getmə görə turşu qızdırılmalıdır. Və cavabımız oldu 1 ilə 4. Yəni, A variantı oldu testimizin cavabı. Keçək növbəti 33-cü suala. Görə 33-cü sual nədir? Deməli, 33-cü sualda bizə toluol oldu. Bildiyiniz kimi C7H8-dir. Metil benzolda, benzolun təpəsində metil var da, o belə. Metil benzoldur. Bu, onun yanmasından alınan suyun kütləsi. Uşaqlar, bunu yanma təmini yazarıq ilk öncə. Yananda nə alınır? Karbon qazı ilə su alınır, tam yanması. Bura əmsallaşdırsa 7, bura 4 yazıram. 7-ni 2 vurum 14, bu da 4. Etil 18, burada yazıram 9. Deyir, toluolun yanma reaksiyasının, yanma istili 3900 olarsa və uşaqlar, əslində sual qəşəng sualdır. Ümumiyyətlə, burada yanma istinin tərəfində 1 mol maddə yanan zaman ayrılan istilin miqdarıdır. 3900-dürsə, deməli, burada elə yanan maddənin əmsalı 1 olduğuna görə, deməli, bunun istilik effekti də 3900-dür ki, 3900-1-ə bölüblər də. Deyir ki, toluolun kütləsi M-dir. Toluolun M-ləri neçədir? 7-ni 12-yə vuranda 84, 92. Bu 92-dir, bu 92-dir. Sona qədərdir, 72-dir. Elə 4 vur 18-də. Burada nəyə fikir vermək lazımdır? Deməli, fərqə baxmaq lazımdır. 92-dən çıxar 72-ni. Fərq 20-dir uşaqlar. Bu, əslində belə yaza bilərəm. Buna M, buna M-5 yaza bilərəm. Sıxıntı deyil, amma biraz daha səliqəsiz həll olar da. Ona görə ən qəşəng fərqə baxmaqdır. Deməli, 92-dən nə çıxıram? 72 çıxıram, fərq 20 qramdır.
Sonra 20 qram fərq olanda nə qədər enerji ayrılır? 3900 ayrılırsa, bəs 5 qram fərq olanda, 5 qram fərq olanda nə qədər olmalıdır? Buna da bir x deyək. Buradan x bərabərdir. Deməli 24 dəfə azalıb da elə deyil. 3900-ü nəyə bölürəm? 4-ə bölürəm, eləyir 975. Deməli, bu da bizim testimizin cavabı C variantı olmuş olacaq bu sualda. Keçək 34-cü suala. 34-cü suala görə söhbət nədən gedir? Deməli, bizə iyonlar veribdir. XO4 2 mənfidir. XO4 2 mənfidir. Bir də YO4 2 mənfidir. Və elektron sayları bunlarda bərabərdir. Uşaq, elektron sayı A-dır. Təbii ki, burada biz elektron sayını tapa bilərik. Burada nə edirik? X-in sıra nömrəsi bizə verilib 16-dır. X-in sıra nömrəsi 16-dırsa, mən 16-nın üzərinə nə gəlirəm 16-nın üzərinə? 16-nın üzərinə gəlirəm 4 vurulsun. Oksigenin nə qədər şeyi var? Protonu var. Oksigenin. Oksigeni vermir. Yəqin yaddansıb. Oksigen 8-dir. Uşaqlar 16 üzərinə gəlinsin. 4 vurulsun 8, 32. İkisini də alıb, bax 2 mənfidir. İkisinə gəlirəm üstünə. Bərabər edirəm A-ya. Deməli, 32, o da 16, 48. Uşaqlar bizim A-mız 50-yə bərabərdir. A-nı tapdıq 50. Sonra Y o da 2 mənfidir. Artıq bunda biz nə etməliyik? Y-i bilmirəm. Y üstə gəlinsin. Y-in proton sayı nə qədər? 4-ü vururam 8-də yenə də. 4 vur 8 və üstünə gəlinsin 2 bərabərdir nəyə bərabər edirəm? 58-ə bərabər edirəm. Bu da necə? 32, bu da 2, 34. 58-dən nə edirəm? 58-dən nə edirəm bunu? Deməli, 58-dən çıxıram 34 edir, 24 edir. 24 edir və artıq 24 tapdıq ilkin sıra nömrəsi. İlkin sıra nömrəsi 24-dür. Və 24-cü elementdə normal halda P elektronları bütün elektron neçə faizini təşkil edir? Şu an 24-cü elementdir. Bu 24-cü element xromdur və 24-cü elementin quruluşunu yazıram. 1s2, 2s2, 2p6, 3s2, 3p6 istisna da etatda orijinin 4s1, 3d5 xromda inşallah xromo 4 ionudur. Və burada P elektronlar nə qədər? 6, bu da 6, 12. Ümumi elektron nə qədər? 24 və 50%-ni təşkil edir. Uşaq testimizin cavabı E variantı olmuş olacaq 34-cü sualda. Davam edək digər 35-ci sualına. 35-ci sualda nədir? Halogenlərin hidrogenli birləşmənin davamlılığının artma sırasını müəyyən edir. X ümumiyyətlə halogenlər bilirsiniz ki, flyordur, flordur, bromdur, bir də nədir? Yoddur. X deyir ki, küçüklə reaksiyaya daxil olmur deyir. Təbii ki, küçüklə reaksiyaya daxil olmur. Kimdir? Yoxdur. Uşaq xatırlayırsınız. Oksigen, azot, karbon, oksigen, azot, karbon, oksigen, azot, karbon, oksigen, azot, küçük. 10, 10, 10, 10. Yəni küçük bu da yodla nədir? X2 ilə reaksiyaya daxil. X2 küçüklə. Yəni X-imiz kimdir? X2-miz kimdir? Yod 2-dir. Y2-nin kalsium aşı reaksiyası ağırcı əhəng almış. Ola bu xlordur. Xlor plus kalsium aşı yazıdadır. Xlor plus kalsium aşı nə alınır? Kalsium flor 2, kalsium floro 2 və su. Buna ağırcı və xlorla əhəng deyil. Deməli, Y2-miz kimdir? Xlordur. Və ən nəhayət gəldik Z qırmızı qonur rəngli mayedir. Bu da uşaqlar bromdur. Z-imiz də bromdur. Nə soruşdu bizdə? Halogenlərin hidrogenli birləşmələrinin davamlılığı. Bilirsiniz də H fluor, H flor, H brom, H yod. Yuxarıdan aşağı doğru davamlılıq nə edirdi? Azalırdı. Davamlılıq azalırdı. Artma dediyinə görə uşaqlar biz demək artma ən zəifdən gedəcəyik. Deməli birinci kimi götürəcəyik? Birinci H, X-i götürəcəyik. Sonra kim götürəcəyik? Flor, flor, brom. Sonra kim götürəcəyik? H, Z-i götürəcəyik və ən nəhayət də olacaq deməli H, Y. Bir də baxaq. Deməli ən davamsız HX-dir. HX-dir. Sonra kimdir? Ən davamsız olan HX-dir. Ondan sonra HX-dir. Ən davamsız budda çünki yoxdur da. Yoxdur X-dir. Sonra kimdir? Bromdur. Bu da kimdir? Bromdursa deməli bu H, Z-dir. Və ən nəhayətdə HY. Belə cavab var. HX, HZ, HY. HX, HZ və HY. Cavabımız olacaq D variantı. Uşaqlar, bizdə bu A-dır, bu B-dir, bu C-dir, bu da D-dir. Baxa bilədə cavabımız oldu D variantı. Davam eləyək digər sualla. Görək digər sualda, 36-cı sualda söhbət nədən gedir? Deməli, uşaqlar, bizə nə veriblər? Natrium ortofosfat, 1 molunda olan polyar rabitələrin sayı, natrium ortofosfat. Natrium ortofosfat bilirik ki, natrium 3PO4-dür. Kalsium ortofosfat, kalsium 3PO4 2 dəfədir. Kalsium pirofosfat isə kalsium P2, O7 pirofosfat, bu 2-dir, bu da 4-dür. Formulu nə olacaq? Deməli, ixtisar edəndə kalsium 2, P2, O7. Belə bir şey oldu, hə? 4-2 ixtisar edir, bu belə bir şey olur. Və o da oksigen 27 oksigen, bu belə. Gördünüz, bu belə maddələrdir. Deyir ki,
Bir molunda olan polyar rabitələrin mol sayı. Polyar rabitələrin mol sayı. Polyar rabitələr şuralar. Burada əslində bunun ən qəşəng yolu mərkəzi atomla getməkdir. Ən rahat yolu. Burada fosfor 5 valentdir. Fosfor 5 xətlə birləşirdi oksigenə. Burada 5 dənədir uşaqlar. Burada mərkəzi atom 2 dənədir. 2 dənədir burada. Onca 2-ni 5-ə vurursan. Elə bir ki, bax, x-imiz 5-ə bərabərdir. Burada y-imiz nəyə bərabərdir? Bu 10-a bərabərdir. Eyni qayda ilə bu da 10-a bərabərdir. Mərkəzi atom bu da 10-a. İnanmırsan bunu çəkib baxaq istəyirsiniz. Natriumus periodik belə deyil. Natrium, natrium, natrium elə deyil. Bax, belə deyil bunun quruluşu. Bax, oksigen, 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 fosfor, bax, belə. Bu bunun quruluşu. 1, 2, 3, 4, 5 görünür. Kalsiyumuz periyodik ki, nə edəsən? Deməli, əvvəlcə 1, bu biraz çox olacaq. 2, 3, 2 dənə periyodik çəkirsən əvvəlcə. Bunu əslində mən dərs zamanı uşaqlara demişəm, necə eləliklər. Dostumda onun yeri deyil. Və burada baxırsan, bax ki, əslində mən daha qəşəng yol demişdim sizə. Birinci dediyim yol daha qəşəngdir. Bax belə. Oksigenin bir hara getdi. Oksigenin bir hara getdi. Böyle. Mesela kalsiyum var burada. 3 dənədir. Kalsiyum 3 dənədir. Hə də bu niyə artıq qaldı bəs? Bir dənə kalsiyum ikisinə birləşdi. Ay, hesab eləmişəm. Bu kalsiyum buna birləşir. Bu kalsiyum da buna birləşir. Nəsə şu an biraz sərgət çəkdim. Nəsə mahiyyət bu tərəfdə 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 10 dənədir. Və ən nəhayət gəldi. Yəni bu da x-də 5-dir, y-isə 10-dur. 10 demək istəyirəm. Və ən nəhayət gəldi sonuncu bu pH-O7, şu an H4 pH-O7. Bizdə burada oksigen, fosfor, fosfor. Sonra deməli HO, əvvəlcə pirofosfat çəkim diyezini deyilirəm. HO, belə, buna oldu. Bu belə, sonra HO, bu da belə. 2 dənə oksigen qaldı. Birini bura birləşdirsən, birini bura. 5 dənə kalsiyumlar götürürsən, kalsiyumlar. Bu hidrogenləri görürsən, hidrogenləri buradan silirsən, hidrogenləri buradan silirsən, yerinə nə qoyursan? Kalsiyumu qoyursan. Aslında mən kalsiyum maraqlı deyildi, bu belə. Kalsiyumları nə edəyim? Qoydum bura, bu şəkildə. Nə istəyirdi məndən? Burada polyar rabitələr istəyirdi. Baxaq görə 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Gördünüz? Nə qəşəngdir. Bax, gördünüz? 10 dənə. Mərkəzi funksiyon daha qəşəngdir. Fosfor 5 var etdi ona görə. Fosfor dəyərlər çəkimi tam aydın olsun da. Şöyle x z-ə bərabərdir. Baxaq x z-ə bərabər ola bilməz. 2y z-ə bərabərdir. Nə əlaqə? 2y z-ə niyə bərabər olsun? Y z-ə bərabərdir. Bəli, bunda bunu. Cavab 3 ilə 4 olacaq. Cavabımız C variantı olacaq. Cavabımız nə olacaq? C variantı olacaq. 36-cı sualda. Davam eləyək digər 37-ci sualla. Nüvənin yükü artdırsa gələn metala. Gələn metala bilirsə litium, natrium, kalium və s. Bilirsə bu 3-dür sıramızı, bu 11, bu 19. Nəsə. Yuxarıdan aşağı doğru getdikcə artan nədir, azalan nədir? İlk öncə artan, bu sərgəli yazaq burada. Artan, deməli, artan, azalan, bir də dəyişməyən. Yuxarıdan aşağı doğru getdikcə bərklik azalır. Çünki biz bilirik ki, litiumdan başqa hamısı bıçaqla kəsilə bilir. Deməli, bərklik neyinir? Azalır. Bax, bu bura gedəcək. Davam eləyək. Bəs atom radiusu yuxarıdan aşağı ram artır. Reduksiyecilikdir, atom radiusu da metallıq artır. Bax, bu bura gedəcək. Sonra, valent elektronlar dəyişmiş. NS1-dir. Hamısının valent elektronu bir dənədir. Bu dəyişmir. Uşaqlar, bu bura gedəcək. Reduksiyecilik artır yuxarıdan. Ram artır. Reduksiyecilik atom radiusu metallıq artır. Deməli, reduksiyecilik artır. Burada artıra gedəcək 2, 4. Demək uşaqlar, 1-ə 2, 4 getdi. 2-yə 1 getdi. Var ilə cavab 2-yə 1 getdi. Cavabımız A variantı. Bax fikir ver 1-ə 2, 4 getdi. 2-yə 1 getdi. 3-ə 3 getdi. Cavabımız oldu A variantı 37-ci sualda. Davam eləyək 38-ci sualına. Görə 38-ci sualda söhbət nədən gedir? Lavsan lifi, neylon lifi, enant lifi. Biraz uzun dərə sualdır. Bunun vaxtım yoxdur bunu ətraflı danışmağa. Prosta qısa həllini deyəcəm sizə. Ümumiyyətlə, bütün liflər polikondensləşməklə alınır. Bu hamısına aiddir. Lavsandır, kaprondur, enantdır, leynol. Hamısı polikondensləşməklə alınır. Yəni, bu zaten qaydada da var. Yəni, bu birinci dəqiq düzdür. 2 müxtəlif monomerdən alınır. Uşaqlar, lavsan, enant bir dənə monomerdən alınır. Lavsan nədən alınır? Etilen glikolla tereftal turşusundan alınır. Neylon nədən alınır? Adipin turşusu ilə heksametlen diamindən alınır. Yəni 1,6 diamin heksandan alınır. Yəni bu səhvdir. Enant isə nədən alınırdı?
Omega amin enant turşusundan. Yəni NH2, CH2, 6 dənə CH. Yəni bundan bir dənə monomerdən alınır. Ona görə bu ümumi ola bilməz. Poliamid lifdən, uşaq yadda saxlayın. Lafsan poliefir tiplidir. Çünki efirləşmə reaksiyası var da, turşu spirt reaksiyasıdır. Lafsan almasında nə istifadə edir? Tereftal turşusundan, turşu, bir də etilen qlikol 2 atomu spirtdir. Turşu spirt. Oradan lafsan da uşaq poliefir tiplidir. Qalanları poliamid tiplidir. Ona görə ümumi deyil. Sintetik lifdir, bəli, bu doğrudur uşaq. Deməli cavab 1-4 olacaq. Deməli D variantı. Bilirsiniz, nəyə görə? Çünki bunlar zaten monomerlərdən istehsal olunsa bu sintetikdir də, monomerlərdən istehsal olunur. Təbii lif desəydim, məsələn, yun olardı, ipək olardı. Bəs zamanı bunlar çox ətraflı şəkildə danışır bəhsində qalanda, prosto diqqətli olmaq lazımdır. 39-cu suala keçək. Metal NO3 N birləşməsində atomların ümumi sayı oksigen atomların sayından 1,5 dəfə çoxdursa metalın oksidaşma dərəcəsi. Nə deyildi? Atomların ümumi sayı. Burada atomlara görə bir dənə metal var. 3, bu da bir 4. 4, eni bilmirəm, bir seri meyana vurum. Bu atomların ümumi sayıdır. 1 plus 4. Atomların ümumi sayıdır. Və oksigen nə qədərdir? Şu an oksigen 3 n qədərdir. Atomların ümumi sayı oksigenlərin sayının 1,5 top. Deməli, oksigenin sayını vuraram 1,5-ə. Bərabər edirəm nəyə? Ümumi atomların sayını. 1 plus 4 n bərabərdir. 4,5 n. Deməli, 4,5-in 4 sayını 0,5 n bərabərdir 1. N də bərabərdir 2. Deməli, metal, enimiz 2 olub. Deməli, metal müsbət 2-dir uşaqlar. Burada NOS bizdən bütövdə mənfi 1 daha. Yəni, cavabımız olacaq B variantı. 39-cu sual. Davam eləyək 40-cı sualına. Azot, amoniyak, deməli, nə deyil bu sualda? Azot, amoniyak və nitrat turşusu. Azot bilirik ki, N2-dir. Bir dəqiqə, azot, N2, amoniyak, NH3, nitrat turşusu HNO3. Elə deyil, bunlardır. Bunlar isə nə istəyir? Deməli, hər ikisinə aid olan, bu ikisinə aid olan. 1 və 2-ni müəyyən edin. Mürəkkəb maddələrdir, uşaqlar, bu buna aiddir, ikisinə aiddir. Çünki bunlar ikisi nədir? Mürəkkəb maddədir. Elə deyil, bunlar ikisi nədir? Mürəkkəb maddə, bir də bu ikisinə aid olan seçməliyik də. Bu 1 deyək, bu da 2 deyək. Buna aid olan kimdir? Mürəkkəb maddə və buraya gedəcək. Oksigenlə reaksiya daxil olsa, NH3 oksijeni getməz. N2 plus O2 2000 dərəcə NO alınır. NH3 plus O2 temperatur azot su, katalizator NO su. Yəni, bu bura gedəcək. Bu bunundur. Natrium H-la reaksiya daxil olmuş. Bu ikisi daxil olmuş. Çünki H2 turşudur, əsas turşu. HOH, natrium NO3 su. Yəni, gedəcək də. Bu daxil olmur deyir. Bu bura gedəcək. Suda yaxşı həll olur uşaqlar. Təbii ki, suda yaxşı həll olur. Bu ikisi suda yaxşı həll olur. Cavabımız oldu bu belə. Deməli 1-ə getdi 2, 3, 1-ə getdi 2, 3, 1-ə getdi 2, 3, 2-yə də 1-dir. Cavabımız oldu B variantı. 40. sual. 41-ci suala keçək. X hansı duzlar ola bilər? Deməli, bu bizə nə demək istəyirsən? Yəni, burada duz nə qədər parçalanırsa, parçalanan duzla alınan NO2 bərabər olmalı bir-birinə. Heç nə, bir parçalayaq bağlıdır. Civə NO3 2 dəfə nəyə parçalanır? Civəyə NO2, 12. Pasiv metallar birisi də metal NO2 12-yə parçalanır. Baxaq, əmsallaşdıraq. Burada deməli, azot 2 dənə buraya 2 atırsan, oksigenə düzdür 6, 4, 6. Uşaq fikir verin, bu 1 olmaz. Çünki burada alınan NO2 2 mi oldu? Bu isə 1 mi oldu? Getdi. İkinci suala keçək. Gümüş NO3. Gümüş NO3 nəyə parçalanır? Gümüş NO3, gümüş, NO2, bir də nəyə parçalanır? O2. Burada gümüşlər bərabər, azotlar bərabər, oksigen 3 dənədir. Burada 2, bu da 2, 4. Burası 0,5 yazılır üzəri. 0,2 2 1 eləyir, bu da 2, 3. Həqiqətən bundan 1, bundan 1. Deməli, bunu götürərsən. Litium nitrat. Litium nitrat nəyə parçalanır? Litium 2-oya, NO2-yə, bir də aktiv metalın litium fasilədən mis, orta aktivlər kimi parçalanır. Metal oksidi, NO2-O2, litium 2 dənə buraya 2 yazırsan, azot 2 dənə buraya 2 yazırsan, fikir verin, bərabərdir. Burada 2-ni 3-ə vurdun, 6, deməli 1, 2-ni 2-yə vurdun, 4, 5. Burası 0,5 yazanda düzəlir. Çünki oksigen sağdan nədir? Çox. Mənə nə lazımdır? Mənə NO2 ilə bərabər olsun da. 3 də götürərsən. Gəldi ən nəhayət mis-2 nitrat. Mis-2 nitrat nəyə parçalanır? Misoya, NO2, bir də O2. Burada azot 2 dənə gətir, buraya 2 yazırsan, 2, 3, 6. Burası 0,5 düşür. Burada 1 molda nə qədər alınır? 2 mol alınır. Yəni bu nədir? Olmaz. Cavabımız oldu 1 ilə, yox, 2 ilə 3, yəni C variantı olacaq. Davam edək növbəti sualla. Görək növbəti sual 42-ci sualdır. Görək 42-ci sualda nədən söhbət gedir. Bizə bir keton verib, uşaqlar. Ketondur. Birli karbon, ikili karbon, üçlü karbon, dörtlü karbon. Uşaq, bir dənə keton, bir dənə karbon çəkirəm. Bir dənə karbon çəkirəm. Onu neçə karbonla birləşdirməliyəm? 3 karbona. Deməli, bu bir dənəsi, bu 2 dənəsi, bu da 3 dənəsi. 3 dənə karbonla birləşdirin. Aydın məsələ, tam bura keton qrupu qoya bilməz. Çünki karbon 5 variantı olar. Keton qrupuna bu var, bunu qoymalıyım ketonda.
Bunu hara eləyək bunu? İkili karbon bir dənədir. Buna bir dənə keton qrupunu qoyaq bura bu karbon. Bu karbon var. Bu karbon neçəli karbondur? İkili karbon. İki karbon birləşik. Və salam. Üçlü karbon bir dənədir. Birli karbon istənir. Bu birli. Bu birli. Bu da birli. Gördün hər şey dörd. Ona görə də bunları silək. Şimdi maddəmizi rahatça adlandırır. Deməli CH3, CH3, CH, CH3. Deməli ən uzun zəncir buradan da 2-yə düşür. Buradan 3-ə düşür. 1, 2. Ona görə bu tərəfə 3-dür. 3-dən nə ayrılıb? Metil ayrılıb. 3-dən metil ayrılıb. 3 metil. Uzun zəncir nədir? 3 metil butanon. 3 metil 4 dənə karbon var da butanon. Bir də baxın. 1, 2, 1, 2, 3 sərdə düzdür da. Keton qrupu tərəfdən. 3 metil butanon. 3 metil butanon. Bəli, cavabımız olacaq. Deməli, A variantı testimizin cavabı 42-ci sualda. Davam edək növbəti sualına. Növbəti sual 40 neçənci sualdır? 43-cü sualdır. 43-cü sualda bizə nə veribdir? Natrium H2PO4 verib. Natrium H2PO4. Biz bilirik ki, bir də dissosiasiyası. Bu dissosiasiyası asandır bunun. Bunun dissosiyası 3 mərhələdə olacaq. 3 mərhələdə. Birinci mərhələdə nəyə alır? Natrium müsbətə, H2PO4 mənfiyə. İkinci mərhələdə H2PO4 nəyə alacaq? H müsbətə, HPO4 2 mənfiyə. Ən nəhayət HPO4 2 mənfi nəyə alacaq? H müsbətə bir də PO4 3 mənfiyə. Yəni burada Y3-ə bərabərdir. Elə də Y3-ə bərabərdir. Deməli, bu da cavab budur ya da budur. Sonra burada natrium H2PO4-dür və bu belə deyək də, burada mərhələ sayı, bunun nə deyildi? Hidrolizdə mərhələ sayı istəyir. Hidrolizdə mərhələ sayı, ümumiyyətlə sizə bir loru bir qayda deyim. Hidrolizdə mərhələ sayı turşu qalığının valenti qədərdir. Təbii ki, elə istisnalar var da, amma indi təbii ki, bu şagirdlər aşan bir şeydir. Və bunun H2PO4 neçə variantdır? 1 variantdır. Və burada cavab olacaq E variantı. Yəni hidrolizdə mərhələ sayı turşu kimə görə hidroliz eləyirsə, məsələn, burada bilirsən də H2PO4-ə görə hidroliz edir. Bu neçə variantdır? 1-dir. Məsələn, olsaydı mis xlor 2, burada misə görə hidroliz edir. Burada mis neçə variantdır? 2. Mərhələ sayı 2 olacaq. Yəni bir də buna fikir versən olay bitmişdir. Gəldik 44-cü suala. Doymuş bir atomlu spiritin 1 molun tam yanmasına sərf olunan oksigenin miqdarı reaksiyadan alınan suyun miqdarına bərabər olarsa spiritin molekulu heç nə. Spiritin formulu nədir? CnH2 plus 2 odur. Üzərinə gəlirəm oksigen. Nə alınır reaksiya nəticəsində? Karbon qazı ilə su alınır. Əmsallaşdıraq. Bura N yazıram. Bura nə yazıram? N plus 1 yazıram. 2N, bu da N plus 1. 3N plus 1. Birini çıxıram buradan yazıram. 3N bölünsün 2. Yazır ki, tam yol sərf olan oksigenin miqdarı. Oksigenin miqdarı nə qədər? 3N bölü 2-dir. Bərabər eləyirəm nəyə? Alınan suyun miqdarı da N plus 1-dir. Heç nə? 2N plus 2 bərabərdir 3N. Buradan da N bərabərdir 2. Deməli, bizim spiritimiz nədir? C2H6. Uşaq etil spiritidir də. Etil spiriti, bu da etil spiritidir və burada rabitə sayılarına baxaq. Sigma, tam sigma. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni D variantı olacaq cavabımız. Belə, keçək növbəti suala, 45-ci suala. Deməli, sink karbonatın parçalanması. Sink karbonat nəyə parçalanır? Sinko, deməli, karbon qazı, bir də, sonra bu davam edirəm. Sinko, bir də karbon qazıdır. Sinkonu çıxıb qalıb karbon qazı. Deməli, karbon qazı. Karbon qazının da amoniakla reaksiyasından birisi də karbamid alınır. Karbamid alınır. Karbon qazımıza NH3 üçgənindən alınır. CO, NH2 2 dəfə plus bir dənə alınır, su alınır. Və burada nəyi çıxıbdır? Bir dəqiqə gözləyim. Y-dir, burada Z-i çıxıb. Z burada nədir? Bir dəqiqə səbirli olacaq. İndi fikirləşib qərar verəcək. Bir dəqiqə səbirli olun, bir dəqiqə səbirli olun. Deməli, uşaqlar, burada karbon qazıdır X-imiz. X-imiz tapdıq. X-imiz kimdir? Karbon qazıdır. Bu yaxşıdır. Bunu bildik. Bunu bildik. İndi burada Y tapmaq lazımdır. Bizim bu Y-imiz, Y istəmirik orasından. Y istəmir. İndi bu nətər fikirləşiblər bunu? Bir dəqiqə gözləyin. Bir dəqiqə səbirli olun. Bir dəqiqə səbirli olun. Deyəcəm indi sizə. Buradan su alınır. Buradan su alınır. Bu Y-in üzərinə su gəliblər təzələndən. Həmin maddəni gəliblər və T-ni alıblar. Mən aşağı yuxarı düşünürəm ki, bunun üçün bilsən nə düşünüblər? Mən qoy sizə deyim də təqribi olaraq belə bir şey düşünürəm. Bu karbamid su ilə reaksiya gedir. Karbamid su ilə reaksiya gedir. Böyük ehtimal ki, bunu götürüblər. Və burada T-miz NH4-2CO3-dür. Əslində, məktəb kitabında bu məlumat öz əksini tapmışdır. İndi burada bizdən Y istəmirik. Deməli, Z-imizi bir dəqiqə gözlə, bir dəqiqə baxın. Deməli, kimi istəyir məndən? Y-i Z-i T-ni istəyir. Y-i Z-i bir də T-ni istəyir. X istəmir.
X istəmir. X karbon qazıdır, bu getdi. X karbon qazıdır. Karbon qazının amonyak gələndə nə alınır? CONH2 2 dəfə, bir də su alınır. CONH2 2 dəfə, bir də su alınır. Su alınır. İndi mən bilmirəm kimdir. Buradan nəsə çıxıblar. Həmin çıxdığı şey təkrar üstünə gəliblər. Təbii ki, burada amoniakda çıxsa, burada mən dediyim şeydə 100% bax. CONH2 2 dəfə uşaqlar su ilə reaksiya gedəndə şey alır. Nədir onun adı? Amonium karbonat alır. Amonium NH4 2 dəfə CO3 alır. Yəni bu temiz NH4 2 CO3'dür. Bu 100%'dir. NH4 2 CO3'dür. Zetimiz sudur. Zetimiz sudur bax. Zetimiz H2 odur. Temiz, deməli deyəcəm nəyə görə olduğunu. NH4 2 CO3'dür. Y-imizdə şeydir, nədir onun adı? CONH2 2 dəfə. CONH2 2 dəfədir. Vəssalam. Yəni cavabımız hansı variant oldu? Z-imiz H2. Y-dən var. Y-imiz CONH2 2 dəfə. Z-imiz sudur. T'imiz də NH4 2 dəfə CO3. Harada var belə cavab? Ha, baba C var yəni. O belə. Bu A-dır, bu B-dir, bu da C-dir. Qəşəng sualdır, əslində qalandı. Görün bu nətər düşünüblər. Deməli CO NH2 2 dəfə deyil. Bunu belə yazmaq olar. NH2 NH2. Elə deyil. Üzərinə gəlirsən nə? Üzərinə gəlirsən su, HOH. Elə deyil. 2 qatlar da buradan qırılır. H-ın birini bura birləşdirirsən, birini də bura birləşdirirsən. Elə deyil. Təqrib olaraq da ki, sırf yadda saxlamaq üçün də. Elə bir ki, N olsu da var idi. 2 dənə N. H4 gəlir. Nəsdən H gəlir? 2 dənə də H buradan gəlir. Olur NH4. NH4 nəsdən 2 dənə olur. Biz necə? Bayaq bunu savat lazım deyil. Bax, bunun ən asan variantını sizə deyirəm. Qeyd edin özünüzdə qalsın. Bax, belə deyil. Bax, NH4 2 dəfə CO3. Bir ehtimal ki, bura şeydir, adı nədir? Nətər bunu şeydir, hə, bu şəkildədir. Təbii ki, burada baxıram ki, deməli, N-onsda 2 dənə var idi. H-da 4 dənə var idi. Elə deyil. NH4-dən neçə var? Yəqin 2 mol gəliblər bunun üzərinə su. 2 mol gəliblər böyük ehtimal ki. 2 mol su gələndə alınır. Yəni, əslində kitabda var bu reaksiya. Prosta mexanizmin araşdırması çalışıram. Hal-hazırda beynim o deyil. Və belə, NH4 2 dəfə deyəcək. Məktəb kitabında var. Narahat olun. Məktəb kitabında bu yer almışdı. Təbii ki, imtahan sırasında yəni onu fikirləşməyə vaxtım yoxdur. Və gəldik növbəti 46-cı suala. 46-cı sualda nə edəcəyik? Maddə bizdə X-dir. Deməli, 0 dərəcə X-in qaynama temperaturunu X etan. Ümumiyyətlə, nə yazırdı burada görək? X-in qaynama temperaturuna Y qaz halındadır. X-in qaynama temperaturu, biz dedik ki, verilən temperatur ərimə ilə qaynama arasındadırsa, maddə nə haldadır? Maye halındadır. Maye halındadır. X-in, məsələn, atıram da, qiymət atıram. 5 dərəcədə. X-in qaynama temperaturu, üzr istəyirəm, qaynama deyir. X-in qaynaması 100-dən çox. Atıram 120 dərəcə. Atıram ha, 120 dərəcə. X-in qaynama temperaturu Y qaz halındadır. Bəli. Çünki yox. Hə, düzdür də. Çünki X-in qaynama temperaturu 120 dərəcədə, həmin temperatur Y-in də qaynamasından çoxdur. Deməli bu doğrudur. Y-in qaynama temperaturuna Z qaz halında. Y-in qaynama temperaturu nə qədərdir? Məsələn, Y-in qaynama temperaturu məsələn olsun, məsələn atıram da 100 dərəcədir. Deyir ki, Z qaz halında olur. Bəli, bu da doğrudur. Z-in qaynama temperaturu Y bərk alır. Z-in qaynama temperaturu deməli, məsələn 60 dərəcədir. 60 dərəcədir. Y bərk halda olur. 60 dərəcə sonra Y ən azından maye haldadır. Ən azından. Yəni bərk halda olanmaz. Çünki bunun qaynaması ən azı 60-dır. Bu ərimədən də çox ola bilər. Qaynamadan çox. 100 götürərəm, qaynamadan da çox olar. Ona görə deməli bu yalandır. 10 dərəcədə bütün maddələr maye haldadır. Yox, 10 dərəcədə Y bərk halda. Verilən temperatur qaynamada ərimədən nədir? Aşağıdadır. Yəni cavabımız 1-2 C variantı olacaq. O yuxarıdakı sual da dediyim kimi də, yəni o ağlıma gəlmədi o qədər reaksiya nətər baş verir. Çünki beynim odur, mən üstən onlayn işləyirəm sınağı. Ona görə. Oksidləşir, reduksiya olunur. Deməli, oksidləşir. Yəni nədir bu? Reduksiya edicidir. Reduksiya olunur nədir? Oksidləşdiricidir. Buna fikir vermək lazım. Bir vaxtlar az qaldır. Və deməli, natrium müsbət, flor mənfi. Təbii ki, burada flor bilirsiniz də. Flor mənfi. Şöyle, karbon sıfırdan. Hər ikisi ola bilər. Hə, bu arada hər ikisi ola bilər. Bilirsiniz ki, element minimumda və maksimumda. Element maksimumda yalnız oksidləşdirici, ancaq azala bilər. Natrium elektron verənməz axı. Ancaq azala bilər. Yəni oksidləşdirici ola bilər. Bu bura gedəcək. Ondan sonra flor mənfidən daha elektron belə deyək də ala bilməz. Məcbur elektron ilə verməlidir mənfi birdən. Olmalıdır flor sıfıra gələ bilər.
Yalnız reduksiyadır minimumda da. Və ən nəhayət karbon sıfırdır. Karbon aralıqda da artır da azala da bilər. Yəni bu bura gedəcək. Xlor eyni qayda ilə artıb azala bilər. Yəni uşaqlar bax 1-ə getdi 2, 2-yə getdi 1. Yəni cavabımız oldu bax D variantı. Bax 1-ə getdi 2, 2-yə getdi 1, 3-ə getdi 3-dür. Bax bu şəkildə. Uşaq bu belə dərs müəllim flor nə vaxt olur? Kalsium flor 2 var. Məsələn kalsium plus flor 2. Flor burada mənfi 1-dən 0-a gəlmir. Elektrozda. Anod floru oksidləşdirir də. Gələk növbəti suala, 48-ci suala. Glisin əməliyyat edir tetrapeptid molekulun oksigen atomlarının sayı, X sigma artanın sayı isə Y müəyyən edir. Glisin uşaqlar, glisin amin turşudur isə NH2, CH2, COH-dır. Bunun ən asan yolu, gəl bunu sizə belə bir həll verəcəm. Heç kimə deməzsiniz yaşayır. Bax, görürsünüz bunu, bax. Belə bir şeydir, glisin. Glisin görürsən, bax. Buna görə sigma artda var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Buna 9 dənə sigma var. İndi qulaq asın, görün necə bir həll verəcəm buna. Tetrapeptidlə 4 dənə amin turş götürürsən, yəni 4 dənə glisin götürürsən, bu zaman nə əmələ gəlir? Tetrapeptid və 3 molda nə alınır? Su alınır. Uşaqlar, burada nə qədər oksigen var? Burada nə qədər oksigen var? Deməli, 4 dənə, burada bir dənə, glisində uşaqlar, neçə oksigen var? 2 dənə oksigen var. 4-ü vursan 2-ni sevdir, 8 oksigen bu tərəfdədir. Və suda neçə oksigen var? 3 dənə oksigen var. Ona görə 8-dən 3-ü çıxırsan. Dediniz necə? Burada 2 dənə oksigen var. Bu biri, bu biri burada. 4-ü 2-yə vurdun 8. Suda da oksigen var axı. 3 dənə oksigen var. 8-dən 3-ü çıxırsan qalır 5. Deməli, x-imiz nəyə bərabərdir? 5-ə bərabərdir. Və ən nəhayətində sigma reaktan sayı nətər taparsan, uşaqlar sigma reaktan sayı. Bu neçə reaktor var? 4-ü vursan 9-a. 36 sol tərəfdədir. Yəni ki, burada 4 dənəsindədir. Tetrapekdə bilmirəm nə qədər y-də deyirəm. Üzərinə gəl. Suyun formulu nətərdir? H, O, H-dır. Bu da sigma reaktor var. 1, 2. 3 nə oluşun 6. Elə deyil. Y-də bərabər edəcək 30. Yəni cavabımız E variantı olacaq 48-ci sualda. Gəldik növbəti suala. 49-cu suala baxaq. 49-cu sualda görən nə deyir bizə 49-cu sualda? Yazır gübrələrin alınma üsulları. Ammofosdur uşaqlar. Ammofos bir 2 qaz superfosfat. Ammofos nə idi? NH4 H2PO4-dür. 2 qaz superfosfat nə idi? Kalsium H2PO4, kalsium dihidroortofosfatdır. Bunu uşaqlar, bunu almaqsa nə istifadə edir? Amoniakın üzərinə H2PO4 gəlirik də bunu almaq üçün. Bunu almaq üçün. Belə oxu belə tərsinə qoyaq. Bunu almaq üçün nə edirdik? Kalsium ortofosfatla nədən istifadə edirdik? Deməli, ortofosfat turşusu istifadə edirdik. 4 mol alırdıq bu maddəni alırdıq. Reaksiya kitabımızda var. Bu demək, ikisini almaq üçün istifadə edir. Hər ikisini istifadə olunan kimdir? Ortofosfat turşusu. Fikri burada da var, burada da var. Hər ikisini istifadə olunan kimdir? Ortofosfat. Deməli, ikisimiz amoniakdır. Hər ikisini istifadə olunan H2PO4 turşusu. Z-imiz də kimdir? Deməli, burada kimdir? Kalsium ortofosfatdır. Kalsium ortofosfat. Yəni, Z-imiz də kalsiumumuz PO4 2 nəfərdir. Yəni, cavabımız olacaq A variantı 9-cu sualda. 50-ci suala keçək. C plus O2 reaksiyası verilibsə, CO reaksiyasının qrafikini əsasən M və N-i müəyyən edin. Deməli, C plus CO2 reaksiyasından nə alınır? CO alınır. Deməli, buraya 2 atıram, burada 2 atıram. Yox, ehtiyacətləri buraya 2 atsam bəs edilmiş. Çox fikir verin, hər ikisini 88 götürüblər. Bu neçədir? 12-dir, bu da 44-dür. Hər ikisini 88 götürsən, biraz baş verişlər başa düşərsən. Kimi atı götürmüş olarsan? Karbon atı götürmüş olarsan. Yəni, burada ən aşağı düşən bu şeydir, CO2-dir, bu da karbon. Yaxşı mı? İndi nə eləyəsən burada? Ən rahatı nə eləyəsən? Bir dəqiqə biraz bunu aşağı çəkin. Heç bu qalsın nəfər hesablı cavabı tapacağım olsa. Bu 88 çıxılsın N yaza bilərsən. Çünki tam sərf olunur. İndi qulaq as gələm. 44 bir dəfə, bu da 2 dəfə. 88 çıxılsın N bərabərdir 24. N də bərabərdir 80-ci sona 8-dən 4, 60-dır. Deməli, N'imiz nə oldu? 64 oldu. N'imiz 64 oldu. N oldu 64. Bunu bildik. N'ini tapdıq 64. Uşaqlar 44-dən nə qədər alınır karbon qazı? CO alınır. 56 alınırsa, bəs 88-dən nə qədər alınır? Ona da M deyək. Çünki bu karbon qazı, karbon artıqda hesaba tam sərf ona görə aparıram da. 42 dəfə artıqsa, M-i də tapacaq 112. Hüseyin. Uşaqlar, deməli, N'imiz oldu 64. M-imiz də oldu 110. Var elə cavab. N 64,
M-də 112. Bu oldu B variantı. Bax, cavabımız oldu B. İnşallah səhv hesablamadım. Dəqiq gözlə ilə. 28 vurdum 2, 56. 44-ə 56, 88, 12 misli olacaq. Cavab oldu B variantı. Deməli, bu sualda. Davam edək növbəti 51-ci sualla. 51-ci sualına görək nə edəcək 51-ci sualda. Deməli, 51-ci sualda bizə nə verib? R1, R1, CO, R2. R1 ilə R2-nin birləşməsindən propan alınıb bu arada. Şu an R1 ilə R2 birləşib propan alıbsa, propan nədir? CH3, CH2, CH3. İndi bilmirəm də bu kimdir. Bu R1 ilə R2-nin bilmirəm hansını R1, hansı R2-dir bilmirəm. İndi bunun hansının hansının olduğunu bilmirəm. 2 metil butan, 2 metil butanda ikinci karbondan metil ayrıdan. Bax, bu da bizim nəyimizdir? 2 metil butanımızdır. Şuna fikir verin. Burada R2 var. Deməli, bax, bu R2-dir. Çünki bu bizim R2 radikalımızdır. Bu bizim R2 radikalımızdır. Hə, deməli, burada nəyə fikir verməliyik? Burada nəyə fikir verməliyik? Burada hər ikisində R2 varsa, deməli, bu nədir? R2-dir. R2-dir burada. Avtomatik olaraq bu nə olacaq? R1 olacaq. Bu nə olacaq? Deməli, R3 olacaq. Vəsə. Bunu tapandan sonra gətirib qoyuruq yerinə də. Deməli, CH3, C, oksigen, O, R2 nədir? CH2, CH3. Bu getdi. Bu bizim X-imizdir. O birisi nədir? Deməli, R1. R1 nədir? CH3, C, oksigen, O. R3 nədir? R3-dəki budur. İzopropil şeydir. İzopropil spirtir. Deməli, uşaqlar, indi nə edəcəyik? Nə ilə adlandırıblar? Hə, şey ilə adlandırıblar. Spirt turşu adlandırıblar. Bu nədir? Bu etil asetatdır. Etil asetat. Bu nədir? İzopropil asetatdır. Etil asetat, izopropil asetat B variantı olacaq testimizin cavabı. 52-ci suala keçək. 52-ci sual. Uşaq, SH4 kalium permanganatla oksidləşən zaman biz bilirik ki, burada nə alınırdı? Deməli, etilen glikol alınır. Uşaq, bunun ən asan yolu oksigendir. Suyu da HOH kimi yaz. Etilen də bilirsən də, burada 2 qat rabitə ilə yazdın, oksigendir. Üzərinə HOH-dır. 2 qat rabitəni buradan qırırsan, bir dənə OH burada, bir dənə də OH burada. Birini bura birləşsən, birini də bura. Yəni bizim birinci maddəmizdə adı nədir? Birincidə alınan nədir? Bunu sərgən aşağıda yazaq istəyirsiniz. Aşağıda sərgən yazaq, aşağıda bir də qalsın da burada. O belə edeyim. Deməli, CH2, 2 qat rabitə CH2 oksidləşir kalium permanganatla və bizə nə verir? Deməli, verir etilen glikol. Model suallarda da belə bir sual var. Yəni, demin ki, bir də ki, mis dəmir palladiumuzlar olanda uşaqlar alınırdı, nədə onun adı? Yazıda qalıbsa, bilmirəm. Bir də şeydir, nədə onun adı? Gümüşlə var idi. Və alınır burada etanol, aldehid alınır və bu da bizim etanoldur, gördüyünüz kimi. Bir də gümüşdən olur, epoksid alınır. CH2O, deməli CH2 aşağıda beynim dağılır, biraz yorğunu. Bu da bizdə deməli inşallah bu birincidir, bu da ikincidir. Nə soruşur birinci? Birinci reaksiyada polyar kovalent rabitənin sayı 2 var. Polyar kovalentlə müxtəliflər arasındadır. Burada deməli nə qədər polyar rabitə var? CNH arasında 4 dənə hətta. CH2-nin quruluşu belə deyil. H, polyar. Bunun neçə dənə xətt var? 4 dənə xətt var. Burada nə qədər xətt var? Polyar inşallah bu çətin bir şey deyil. Bunu istəyən quruluşunu çək baxın, əgər çaşırsansa. HH, OH, CH, OH. Baxın bir. 1, 1, 2, 3, 4, 5, 6, 7, 8. 2 dəfə artıq. Bəli. Düzdür. 2-dən 8-ə yadır. 4-dən 8-ə yadır. 2 dəfə artıq. İkinci reaksiyada qeyri-polyar kovalent rabitənin sayı kifayət azalır. Qeyri-polyar karbon-karbon arasıdır. Burada karbon-karbon arası nə istəyir? Ümumi rabitə. Burada karbon-karbon arası 2 dənə xətt var. Burada karbon-karbon arası 1 dənə xətt var. 2 dəfə azalır. 2-dən 1-ə gəlib, 2-dən 1-ə gəlib, əvvəl 2, sonra 1, 2 dəfə azalır. Düzdür. Birinci reaksiya etilən oksid alınır. Yalandır. İkinci reaksiyadan pirabitənin sayı dəyişmir. Bu da yalan. Pirabitə burada yoxdur. Dəyişmir. Aləm bəli bir-birinə. İkinci reaksiyada pirabitənin sayı. Nəsə səhv eləmişəm deməli. Nəsə səhv eləmişəm deməli. Bir dəqiqə gözlə. Nəsə səhv eləmişəm. Görürsən, özümə səhv tapacağım deməli. İkinci reaksiyada pirabitənin sayı dəyişmirdi. Düzdür, dəyişmirdi. Burada da pirabitə var, burada da var da. Aha, nəysə səhv eləmişəm deməli. Birinci reaksiyada polyar qan 2 dəfə artır. Baxaq 1, 2, 3, 4-dür. Burada nə qədərdir? 2, 3, 4, 5, 6, 7, 8. 3 cavablar dəqiqsə.
Ola bilər. Etilen oksid alınmır burada. Üçüncü reaksiyada. Birinci reaksiyada etilen oksid alınmır. İkinci reaksiyada qeyri-polyar kovalent rabitələr. Qeyri-polyar deyilmiş. Qeyri-polyar kovalent rabitələrin sayı deyil. İkinci reaksiyada qeyri-polyar kovalent rabitə sayı qeyri-polyar karbonlar arasındadır. Burada karbon-karbon arası rabitə sayı neçə nədir? Karbon-karbon arası rabitə sayı 2 dənədir. 2 dənədir. Burada karbon-karbon arası 1 dənədir. Əvvəl 2 idi, sonra 1 oldu. Şu an 2 dəfə azalmadı ki. Geçən mən səhv edirəm. Qeyri-polyar rabitələrin sayıdır. Burada sigma pi demir axı. Sigma pi demir axı. S ilə aşağısında hətta 2 dənə xətt var burada. Sonra da C ilə C arasında 1 dənə xətt oldu. 2 dəfə azaldı. Şu an bu testin cavabı yox. 1, 2, 4 yoxdur belə bir cavab. Əgər şey desəydi, nədir onun adı? İkinci dərsdə qeyri-polyar kovalent rabitələr. Yəqin burada qeyri-polyar sigma desəydi, amma burada düzgən bir dəqiqə baxmayayım, beynim yandı. Deməli, burada qeyri-polyar, qardaş, 1-2 dənədir. İkinci reaksiya deyil də, ikinci reaksiyada. Burada nə qədərdir? Burada da 1 dənədir də. Burada da 1 dənədir. Qeyri-polyar. Demir ki, sigma pi. Düzdür də bu da. İkinci reaksiyada pi rabitənin sayı dəyişmir. Bu da düzdür axı. Reaksiya alınan izomatın doğru ifadələri istəyir. Yəni, doğru ifadələri müəyyən. Doğrudur da, 1 də doğrudur, 2 də doğrudur, 4 də doğrudur. Hansı götürək, elə cavab yox. Doğru ifadələr. Birinci reaksiyada polyar kovalent rabitənin sayı 2 dəfə artır. Polyar kovalent rabitə 1, 2, 3, 4-dür. Sonra neçə olur? 1, 2, 3, 4, 5, 6, 7, 8. 4 idi, 8 oldu, 2 dəfə artır. İkinci reaksiyada qeyri-polyar kovalent rabitələrin sayı 2 dəfə azalır. Qeyri-polyar, yəni karbonlar arasında da. Burada 2 dənə qeyri-polyar kovalent rabitə var. Burada isə 1 dənədir. 2 1 olsa 2 dəfə azalıb da deməli. Mən bəlkə də mən səhv görürəm. Birinci reaksiya etilen oksidlərin o yalandır zaten. İkinci reaksiya pi rabitənin sayı dəyişmir. İkinci reaksiya burada. İkinci reaksiyada pi rabitələrin sayı dəyişmir. Pi rabitələrin sayı dəyişmir ikinci reaksiyada. Düzdür, burada bir dənə pi rabitə var, burada da bir dənə pi rabitə var. Neyse, bu sualı buraxıram gəlir. Yəni, ağlıma heç nə gəlmədi. Yəqin, ya mən nəsə səhv edirəm, ya da ki, nəsə başqa problem var. 53-cü suala keçək. H2S plus O2 reaksiyasından, H2S plus O2 reaksiyasından deməli, burada bilirik ki, nə alına bilər? S ilə su alına bilər, bir də nə alına bilər? Tam yananda, buna tam yananda da, isə tam yananda SO2 ilə su alına bilər. Deməli, burada oksigen 2 dənədir, burada bir dənə 3 dənədir. 3 dənədir. Və bura 1,5 yazıram. Yəni, hər tərəfi 2-yə vuram. 2H2S, üzərində 3 dənə O2, 2 dənə SO2, 2 dənə su. Demək olar, bu söhbətdir. Fikir verin, bu söhbətdir. Niyə o birisi olmur? Deyim sənə də. Burada oksigen istəyən, bura 2 yazsan, bura 2 yazırsan, bura 2 yazsan. İndi gözlə, biraz işin rəngi dəyişdi. Burada 2 yazsan. İndi dərd orasındadır ki, burada hər ikisində 2 dənə X, 2 dənə Y qalır. X verir reaksiya daxil, X və Y ilə reaksiya daxil olan maddələr. İş orasındadır ki, buradan alına bilən S, bunlar sualdır. Düzgün yazılış forması 1, 2, 3. Daxil olan maddələri, mən nə bilim hansını fikirləşibdir. Mən nə bilim hansını düşünmüşsən, qardaş. Bildim. Baba, bu deyil də. Sabatçıda oksigenin qabağında düşüyor. Deməli, buna baxacaq da, buna baxacaq. S-lə küçüdür uşaqlar. Küçütlə, nasıl olayım, mən bilməm, hansını götürüblər, bu nə sual. İlişdim qaldım sualda. Deməli, biabr olacaq ya. Linç yiyəcək rəybəyir. Deməli, bu X-dir. Başım da o deyil, inanırsan. X deməli, bu küçütdür, bir də suddur. Nə bilim hansı, marayı bilmirəm kimdir. X və Y reaksiya daha. Əldə olsa deyil, yəni ikisini eləyəsin. Həm küçüt, həm su ilə geçsin də. Həm küçüd, həm suda xlor gedir uşaqlar. S plus xlor 2 nə alınır? S2. Nə, sual şərtinə baxmıram. Belə danışıram. Xlor plus su nə alınır? Soyuq suda H-xlor, qaynar suda H-xlor O3 alınır. Yəni, biri götürərsən. Daha su oksigenlə getmir. Ona geç buna bax. Küçüd ilə SO2 alınır. Karbon C plus S2, CS2 alınır. C plus su, C plus hidrogen alınır. Yəni, su qası alınır. Götürərsən. Kalsium küçüdlə gedir. Kalsium S verir. Kalsium plus sudan alınır. Deməli, alınır kalsium OH2 və hidrogen. Onu da götürərsən, mis getmiş suyuna. Pastiv metanın özünün atı suyuna getmiş. Cavab 1, 3, 4. Gələk növbəti suala. 54-cü suala yazır ki,
X2, Y2 şu olar. Deməli, burada nə istəyir bizdən? Bir dəqiqə nə istəyir bizdən? Bunlar hər birisinin kinetik təmini yazmaq lazımdır. Hər biri üçün. Bir dəqiqə. Hər biri üçün kinetik təmini yazaq. Deməli, burada V bərabərdir birinci reaksiyasını yazaq. Birinci reaksiyasını yazaq. Deməli, yazaq. Birsə V bərabərdir. K vurulsun, K1 vurulsun. Deməli, X2-nin qatlığı, elə deyil, nətərdir? Kütlənin təsiri qanunu X2-nin qatlığı üstündə əmsalı, Y2-nin qatlığı üstündə əmsalı. Yerinə qoyaq. Bu bizim düsturumuzdur. Bir dəfə yazırıq. Deməli, V1 nə qədərdir? 0,008. Sıfırımız bol deyil. K1 yoxdur. Vurulsun. 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 Deməli, bu nə qədərdir? 0,1-in kvadratı vurulsun 0,2. Bu bizim K1-imizdir. Sonra gələk digərinə baxaq. Və sürəti verib mənə 0,0036 bərabərdir. K2 vurulsun. Belə rəqəmlər mundardır. Zəhləm gedir də belə şeylərdən də. 0,4-ün kvadratı vurulsun 0,2. Heç nə, K1-i K2-yə bölək. Bölək də tərəf-tərəfə. Görək başımıza nə gəlir. Deməli, tərəf-tərəfə bölək bunları. Ya da sən buradan da K1 tapa, buradan da K2-dən sonra bir-birinə bölək. Buradan K1-i tapsaq, götürəcəm kalkulyatorumuzu alınmır məndə. 0,100-də 1. Götürəm ki, kalkulyatorımı. Deməli, 0,100-də 1-i, 0,100-də 1-i vururam. 0,2 ilə 0,2. O bu hissə. 0,2. K1-i də tapanda 0,0. Nesdən 0-dır? 3 dənə 0-dır. 8 bölünsün. 0,0. 1000-də 2 demişdim mən. 1000-də 2 demişdim. K1 olur 0,4. 1000-də 2. Keçək bura. 0,14, 0,9 edir. 0,9. 0,9-u da vuraq. 0,12 edir. 0,1000-də 18. 1000-də 18. Elə də 0,14 vur. 0,3 vurulsun. 0,2. 1000-də 18 edir. 0,0036 bölünsün. 0,018 edir. 0,2. K1'imiz, bu da nədir bizim K2'miz. Şimdi K1'i K2'yə böl. 0,14'ü 0,2'yə böl. Cavab verəcək 2. Əslində belki daha yaxşı həllə ola bilərdi. Prosta indi hal-hazırda sınaqdayam deyə çox bir ağlıma bir şey gəlmir. Gəldik növbəti o 55-ci suala. Reaksiyaya daxil olan maddələr. Deməli, kim reaksiyada? Kalsiyumdan oksigen daxil olur. Yazıram. Kalsiyum üzərinə gəlməsin oksigen bizə nə verir? Kalsiyumu, bura 2 atıram, bura 2. Hər ikisini A götürüblər. Reaksiyadan sonra artıq qalan maddə 12-dir. Bu 80-dir, bu da 32-dir. Və bu da nəsədə 112-dir. 2 vur 56-da. Mən belə bir qayda eləmiş olaram ki, bərabər kütlə deyəndə ikisini çox qədər götür. 80-80 götür. 80-80 götür, nə qədər artıq götürmüşsən? 80-dən çıxar 32-ni. 48 artıq götürürsən də. 2-nin artıq oksijeni artıq götürürsən. 48 qram artıq götürəndə oksijeni. Nə qədər maddədən alınır? 112 alınırsa, bəs 12 qram artıq götürəndə nə qədər alınırdı? X deyək. 112-ni necə 4-ə böləcəkdə? 112 bölünsün. 112 bölünsün 4. Cavab verəcək 28. Yəni cavab 28-dir uşaqlar. Gəldik nəhayət 56-cı suala. 56-cı sualda nə edəcəyik? Deməli, CH3 ibarət natrium aşı qızdırmasından bu qədər qarşı nə deyək? Duzların ibarət natrium aşının qızdırılmasından 0,7 mol qarşılığın ikisi bir də 0,7-dir. İkisi bir də 0,7-dir. Orta maliyyə 22 olarsa ilkin qarşıda duzların kütlələri cəmi tapın. Hə. Demək olar, CH3 CO natrium üzərinə natrium OH gələndə bizə nə verir burada? Bir sənə H bura birləşir, CH4, bir də natrium karbonat alır. Belə yazdım. Bir də C2H5CO natrium üzərinə natrium OH gəlirsə, burada nə alınır? C2H atırsan bu tərəfə. C2H6, bir də natrium 2CO3 alınır. Deməli, metan da bir də C2H6-dır. Elə deyir uşaqlar, iki dənə qaz alınır. Onlardan alınan qaz M-22-dir. İştirak edən qazlar metan, CH4 və C2H6. Deməli, nə edirəm? Bu 16-dır. Bu neçədir? 30-dur. M-22-dir. Böyükdən kiçiyə çıxar. 22-dən 6 çıxanda nə qalır? 6 qalır. 30-dan 22 çıxanda nə qalır? 8 qalır. Qısa eləyək 2-yə. Bu eləyir 4.
Bu da eləyir 3. 4 3 uşaqlar 4-ün 3-ə nisbətindədir. Yəni bu 4-dür. Bu da 3. 4-ün 3-ə nisbətindədirlər. 4-ün 3-ə nisbətindədirlər. Yəni nə demək istəyir bu? Yəni bundan 1 alınanda, bundan 1 alınanda. Bundan nə qədər daxil olur? 1 daxil olursa, yəni nisbətlə də bundan 4 mən bilmirəm neçə hansını istəyirəm. Bura 4x deyirəm. Yəni 4k deyirəm. Məsələn 4x 3x. 4x alınanda buna nə qədər daxil olmalı? 4x də bundan daxil olmalıdır riyazi olaraq da. Yəni bundan 1 alınanda bundan 1 alınırsa, bundan 3 x alınanda bundan 3x daxil olmalıdır reaksiyaya. O belə bir şey nisbətə görə. 4-ün 3-ə nisbətində. Və 4x-dən 3x-in cəmi nəyə bərabərdir? 0.7-yə bərabərdir. 7x bərabərdir 0.7. X də bərabərdir 0.1-dir. Heç nə. Deməli, uşaqlar, deməli bizdə 0,4-ü 0,4 nə olub bizdə 0,4? CH3 CO natrium olub 0,4. Bir də 0,3-də 0,3-də olub deməli C2H5 COO natrium olub. Bu belə bir şey. İndi bunlar MR-ni tapmaq lazımdır. Sonra kütlələrə cəmin hesabladır. Heç nə, CH3 CO natrium hesablayaq. 60 o da, yox 60 yox, 59. CH CH 60-dır da. 59 üstəgəl 23. Bu 82. 0,4 vur 82. 0,3 vurulsun. Hesablayaq da 2 vur 12. 24 üstəgəl. Bir CH5-dir də. Üstəgəl 12. Üstəgəl 32. Üstəgəl 23. 96. 96. 96'dır. Hə, 96. Əslində, bəs savadsız yanaşdım. Çünki CH2 qədər fərqlənmiş 82-96 olmalıdır. Heç nə. 96-nı vuram 0.3-ə. Edir 28,8. Sonra 0.4-ü də vururam 82. Edir 32,8. 32,8. 32,8. Allah saxlamışdır. Bu nəyə lazımdır bu qədər hesablama? 61,6. Belə. Gəldi ən nəhayət uyğunlaşdırma sualına. Duzların üstə mən elektrod üçün uyğunluğu müəyyən edin. Katodda yalnız metal alınır. Uşaqlar, katodda yalnız metal alınan pasiv metallardır. Və 1-ə gedəcək A. Məhlulda duzun kütlə payı artır. İndi deyəcəm, səbirli olun. Deməli, katod, indi bir dəqiqə. Fermes 4-ün üstə mən elektrod zamanı. Deməli, katodda həm metal alır, həm hidrogen alır. Ferium, oksigen, sülfat turşusu və belə. Ferium, oksigen, hidrogen, bir də sülfat turşusu. Belə deyək. Nəsə hər ikisi alınırdı. Bu bura gedəcək. Mis sülfatda bu bura gedəcək. Deməli, bax, bunu bura yazaq. Biri bu bura yazaq. A. Sonra mis sülfatda. Mis sülfatda nə olur? Bəs mis sülfatda da yəni qayda ilə metal alınır katodda. Mis, oksigen və sülfat turşusu alınır. A deyirəm, D deyib B yazıram. D yazdım bura. Aha. Şöyle bu bilirsiniz test nəyə hesablanıb? Əslində məhlulda duzun kütlə payı artır. Siz nə demək istəyirsən? Yaxşı olar testin şərtində doymamış məhlul qeyd olunardı. Çünki doymuş məhlul olsa, yəni burada faiz dəyişməz. Mən də bilirəm, kalium florun suda məhlul elektrolizi zamanı katodda hidrogen, anodda oksigen, bir də kalium flor, yəni duz parçalanmır. Mən də bilirəm burası su parçalanır. Amma məhlul doymuş olsa, burada faiz dəyişməz. Ona görə yazılmalı ki, doymamış məhlullar olsa daha yaxşı olardı. Yəni testin şərtində bir tık bu hissədə qüsur var. Yəni bura gedəcək, deməli, bura su parçalanma olsun, faiz artır kimi qeyd olunur. Amma burada doymuş məhlul olsa faiz dəyişməz axı. Doymamış məhlul olsa daha qəşəng olar. Yəni bura 2 gedəcək, C ilə Y. Davam edək, növbəti, sonuncu situasiyamıza baxaq. OTK-nın 20 sınaq kitabında da, OTK-nın 20 sınaq kitabında da dəfələrlə belə suallarla qarşılaşmışsınız. 1-2 dixlor etan. Təbii ki, burada 1-2 dixlor etan bilirik ki, deməli 1-2 dixlor. Buradan da xlor ayıram, buradan da xlor ayıram. Deməli, üzərinə gəlirəm. Kalium OH nədə məhlul olur? Spirtdə məhlul olur. Burada nə olur? Kaliumlar, deməli, burada kalium xlorlar götürür. 2 kalium xlor alınır. 2 dənə OH, 2 dənə H, birini buradan götürür. 2 dənə su alınır və yerdə nə qalır? CH3 qat rabitə CH3 asetilendir və asetilen heç oxumuram, nə yazır? Bir X qazı adi şəraitdə bromusu rəngsizləşdirərək Y maddəsini əməliyyat edir. Y nədir? Y hardadır? Yaxşı. X maddəsi sənədə kalsium X2-nin su ilə reaksiyasını alır. X maddəsi bildikdə asetilendir. Bu bizim X maddəmizdir. X maddəmiz bu bizim. Və deyir ki, X qazı adi şəraitdə bromusu rəngsizləşdirir. Yəni bromusu rəngsizləşdirmədir CH.
Hemen üzərinə gəlirəm brom 2, 2 mol gəlirəm brom 2. Bu sual 2019-cu il birinci qrupların situasiyasının mutasiyaya uğramış versiyasıdır. Və burada nə fərq olur? Yəni bir tık dəyişdirilmiş versiyasıdır. Burada pir abidələr qılıb 4 dənə brom var, ikisi bura, ikisi bura. Mən canlı dinamikayam. Mən hər şeyi yadımda saxlayıram. Yəni bu sahədə. Yəni sırf harda nə düşüb, nə edib, belə. Bu bizim Y maddəmizdir bu arada. İşte uşaqlar, ikinci nə istəyirdi? X maddəsi sənayədə kalsium X2. Kalsium X2 kalsium karbiddir. Yəni üzərinə gəlirəm deməli, e, nə gəlirəm üzərinə? Su gəlirəm. Alınır kalsium OH2, bir də nə alınır? C2H2. Üstədə bu hamısını yazdım. Nə istəyirdi məndən? 58-ci sualda. Yazırdı ki, Y maddəsi. Y maddəsi kimdir? Budur. Beynəlxalq adı nədir bunun? Bunun adı, bunu istəyir uşaqlar. Bunun adı 1-1. Bunun adı bax. Formulu budur da, yazdım indi mənə, budur formulu. Adı da ki 1-1-2-2 tetrabrom etan. İnanmışsa 2019-cu il birinci qrup situasiyasına 2019 üzr istəyirəm. 2020-ci ilə baxa bilərsiniz. Pandemiya vaxtında. Buna bənzər bir dənə sual var. Özdə elə birinci sualda səhv eləmirəmsə elə bunu soruşur. Yəni söz yox, indi demək olmaz bu sualı oradan götürürlər. Belə götürüb yaxşı. Belə. Keçək növbəti suala. Növbəti sual nədir? İkinci reaksiya. İkinci reaksiya nə idi? İkinci reaksiya. Yadınızda ikinci reaksiya hansıydı? Ben bir dəqiqə gözləyim görüm ikinci reaksiya hansıydı? Hayda, yadınızda. İkinci reaksiya. İkinci reaksiya hansıydı? Yəni, ikinci reaksiya kalsium karbidin suyuna reaksiyasıdır. İkinci reaksiya. İkinci reaksiya kalsium karbidin suyuna reaksiyası. Verib də kalsium X2. İşte şu an daim bunun hələlik. Bir də baxım görüm ən sonuncu sualda nə istəyir? Kendim yazdım emsallaştırıp, onu yazmışam. Şu an onu yazdım emsallaştırmışım. Bir iki xor yazmışam. Yazdım. Şu axırıncının cavabı budur. Bak 60'ın cavabı budur. Bu 60'ın cavabı. Daha vaxt getməsin ki. Kalimasına gəlib təmin yazdım emsallaşdırdım. Sonra nə istəyirdi? Bir dənə qaldı ifadəçi sual. Onu da deyir. Vəssalam. Nəhayət neçənci sualdır? 59-cu sualdır. Burada da kalsium X2 üzərinə gəlinsin su. Burada nə alınır? X2 deməkdir. Kalsium karbid deyək. Kalsium karbid üzərinə gəlinsin su. Alınır. Kalsium OH2, bir də C2H2. Deyir ki, burada uşaqlar nə edib? 18 qram su tamamilə bitib. Deməli, buraya yazıram. Üstünə 18 yazıram. Aşağı 36 yazıram. Burada 36 qramdan bərk kütlə bilirsən, bir budur bərk kütlə, bir də budur bərk kütlə. Bu 64'tür, bu da 74'tür. 36 daxil olanda. Bu 74 neçə olacaq? Burada alınan bərk kütlə 37 bundan alınacaq. 37 bundan alınacaq. Bir dəqiqə gözlə deyəcəm sizə. 37 bundan alınacaq. 32 də bundan sərf olunacaq. Yəni sərf olunacaq bundan 32. Ya da bunu belə də yazə bilərsən. S32 olsun. Yəni 32 buna daxil olmalı. Deməli 95 çıxılsın m-i bərabərlə 32-yə. Deməli 95-dən nəyə çıxıram? 95-dən çıxıram 32-ni qalır 63. Deməli burada 63 qram kalsium karbid parçalan, yəni reaksiya daxil olunur da 63 qram. Bir də 37 qramda kalsium OH2 alınır bərk kütlə olaraq. Faiz nətər tapassan? 63 ilə 37-ni cəmləyəsən eləyəcək 100. 100-ə nə deyəsən? 100%. Reaksiyadan sonra bu neçədir? 63'də. 63 ilə 63% olacaq da. Bu da ikincinin cevabı. Sonra birincinin cevabı M 63 oldu. İkinci cevabı. Her ikisi 63 oldu bu arada. M de 63 oldu. Faiz de 63 oldu. Belə hörmətli şagirdlər, nəsə də bir qüsurumuz oldusa da gərək əfvinizə sığınırıq. Ümid edirəm ki, sizin üçün faydalı bir izah oldu. Orada da bir dənə sualda biraz düşündüm. Onun haqqında kitabdan özünüz baxarsınız. Məktəb təhsilində var. Və ümid edirəm ki, sizin üçün yaxşı bir video oldu. Rəylərinizi rəy bölümünə yazmayı unutmayın. Nəsə gözümdən qaçsa səhv eləmirsə, onları da rəy bölümünə qeyd eləməyiniz xahiş olunur. Sağ olun, salamat qalın. Özünüzə yaxşı.